Salam, mən şəhid polkovnik Babək Səmədin oğlu Mətləb Səmədli. Biz iyulun 2-dən 9-una qədər artıq sabah gedirik və 9-una qədər Almaniyada düşərgədə iştirak etdik. Düşərgə mənim üçün həqiqətən də çox şey qatdı. Həm istər inkişafında, dünya görüşümdə çox böyük şeylər qatdı. Oxuduqlarımızdan daha çox şey öyrəndik və gördük və həm də onunla bərabər deyə bilərəm ki, həm gördük, həm də əyləndik. Bizim üçün çox maraqlı oldu. Mənə ən təəccübləndirən və həqiqətən də çox maraqlı gələn məqamlardan biri Almaniyada tarixin bu cür qorunub saxlanılması idi. Hansı ki, tarixi abidələrdə, memarlıq abidələrində müharibənin, dünya müharibəsinin izlərini görmək həqiqətən də məni çox təəccübləndirmişdi. Bu kimi düşərgələrinin davamlı olması düşünürəm ki, bizim gənclərimizə çox bir şey qata bilər və inkişaf üçün fikrim də çox önəmlidir və özüm də istəyirəm ki, gələcəkdə bu cür düşərgələr olsa, yenə iştirak edeyim. Bunun üçün təşkilatçılara və rəhbərlərə öz təşəkkürümü bildirirəm. Mənim üçün ən yadda qalan düşərgədə təəssüratlardan onu deyə bilərəm ki, Humboldt Universitetində, yəni Albert Einstein'in təhsil aldığı universiteti gəzib görmək kimi imkanımız oldu. İnşallah gələcəkdə təhsil həyatımı da mən Almaniyada davam etdirmək, özümü burada inkişaf etdirmək kimi qarşıma məqsəd qoydum. Düşərgə boyunca səfərlərimiz əsasən Berlin və Dresden şəhərlərində oldu. Dresden şəhəri Berlin şəhərinin əksinə çox sakit idi. Berlində isə bunun tam əksi, çox xaotik bir məncə şəhərdir. Hər an hər yerə tələsən insanlar, hər zaman hərəkət olan nəqliyyat. Bu məncə Berlin şəhərini digər şəhərlərdən çox fərqlənir. Mən şəhid polkovnik Leytenant Təhməzov Elzaminin qızı Ayşə Elzami Əmani Sədaqət layihəsinin Almaniya düşərgəsinin iştirakçısıyam. Bu düşərgə bizə çox şey qatdı, amma mənim üçün daha xüsusi təsir oldu. Çünki mən təhsilimi Almaniyada davam etdirmək istəyən bir tələbə olaraq artıq beynimdə demək olar ki, bütün planı qurdum. Ona görə də bu düşərgəni təşkil edən bütün təşkilatçılara, Sevinç xanıma öz təşəkkürümü bildirmək istəyirəm. Hər kəsi salamlayıram. Adım Vəlizadə Zəhradır. Şəhid Marflot Urfan Vəlizadənin qızıyam. Bu düşərgə ilə təəssüratlarım çox sevinclidir. Bu düşərgədə biz çox maraqlı muzeyləri gəzdik. Sonra Dresden şəhərinə getdik. O şəhəri çox bəyəndim, çünki ora çox bir tarixi yerdir. Məsələn, orada muzeylərin üstlərində qara olan ləkələr, müharibədən qalmış ləkələr bizə elə tarixi danışırdı. O şəhəri çox bəyəndim. Eyni şəkildə də Berlin. Yəni, buranın böyük bir megapolis olmasını, burada bu qədər millətin bir yaşaması mənə çox xoş gəldi. Sonra, məsələn, məncə düşündüyüm, ən çox bəyəndiyim şeylərdən oldu ki, yəni biz uşaqlarla hər gün deyib gülürdük, o da ayrı bir keyif qatdı hamımıza. Sonra, yəni bugün, axırıncı gün bizdə brain drink oldu. Orada, yəni uşaqlarla maraqlı sualların cavablarını tapırdıq və o da mənim üçün çox əyləncəli keçdi. Yəni düşərgəni çox bəyəndim.